Salam, hər vaxtınız xeyir olsun. Mən bu günləri sizə öz sinifinizin bütün fənlərdən, bütün şagirdlərin qiymətlərini Excel faylı şəklində necə yükləməli olduğunuzu və onları bir fayl şəklində, sütunlar şəklində necə yığmaq lazım olduğunu göstərəcəm. İlk öncə burada dərs cədvəl bölməsinə daxil oluruq. Dərs cədvəl bölməsində sizin sinifinizin dərs gününüz, tarixiniz hansı vaxtdadırsa, həmin tarixə burada daxil olursunuz. Məsələn, mən öz sinifimə daxil oluram. Daxil olduqdan sonra, yəni siniflər bölməsindən daxil olmursunuz. Sadəcə elə təqvim bölməsindən daxil olursunuz. Öz sinifiniz hansı sinifdirsə, həmin sinifinizə öz dərsiniz olan jurnala daxil olursunuz. Daxil olduqdan sonra eksport hissəsindən Excel faylı kimi yaddaşa verilməsini qeyd edirik. Burada hazırlanır yazılır. Birazdan burada yüklə yazısı çıxacaq. Bu biraz vaxt ala bilər. Çünki orada yazılar çoxdur. Siyahı uzundur. O yüklənənə qədər müəyyən qədər vaxt alır. Ola bilər, əgər sizin internetiniz zəif olsa, bu deyərdim bir 5-10 dəqiqə belə çəkir. Yox, internet yaxşı olsa 3 dəqiqəyə, 4 dəqiqəyə ən uzaq yüklənir. Aha, yükləndi. İndi biz bunu yüklüyürük. Fayl yükləndi. Faylımızı açırıq. Aha, bu şəkildə gördüyünüz kimi bütün fənlərdən bütün qiymətlər çıxır. Buradan həm KSG-lər çıxır. Birinci yarım il, ikinci yarım il. Əgər bizə ancaq burada ikinci yarım il və ikinci yarım ilin illik qiymətlər lazımdır. Ona görə bəzi artıq hissələri silmək olar. Mən çünki belə elədim ki, müəyyən hissələrdə mən problem yaşamayam. Məsələn, bunu silirəm. Deməli, delete columns sildim. Aha. Buradan məndə qaldı bir gördüyünüz kimi ikinci yarım il qiymət. İkinci yarım 5'lik, yəni bu 2, 3, 4, 5 demə o. Bir də illik qiymətlər. Sonra bunu nə edə bilərik? Belə bir Excel faylı yarada bilərik. Bəzən hazır şablon da verilir. Rahat olsun deyə nə edirik? Gəlirəm buradan sinifimin siyahısını seçirəm. Seçdikdən sonra kopya vururam. Gəlirəm həmin yeni Excel faylına boş. Seçirəm o hissəni. Paste eləyirəm. Yerləşdirirəm bura. Daha sonra bir buradan, məsələn, buradan birinci gəlir ana dil, Azərbaycan dil. Azərbaycan dilini mən sizin hansını eləyirsinizsə, məsələn, mən illik üçün birini elədim. İllik qiymətini həm illiyin özünü, həm də ki, onun çıxacağı 5'lik formada qiymətini seçirəm. Seçdikdən sonra kopyanı vururam. Keçirəm digər Excel faylıma. Ana dil hissəsinə vururam. Vurduqdan sonra paste hissəsini vururam. Baxın, gördünüzmü? Heç bir şey əlinə yazmadım. Ancaq kopyaladım, yapışdırdım, kopyaladım, yapışdırdım. Bu şəkildə ardıcıl bütün fənləri eləmiyorlar. İndi məsələn, mən növbəti fənni eləyim. Buradan nə gəlir? Tutaq, buradan tarix gəlir. Tarixin ikinci yarım ilini yenə birinci seçirəm, kopyalayıram. Aşağıda boşluq yaranır. Bir boşluqdan sonra digər fən gəlir. Yenə keçirəm. Aha, digər fənnimə Azərbaycan tarixi seçdim. Paste elədim, yapışdırdım. Bu şəkildə. İnanıram ki, sizə köməklik göstərə bildim, kömək ola bildim. Oldu, çox sağ olun. Amma bir şey də deyim ki, mən deyil bu Excel faylı olsun. Siz özünüz də daha yaxşısını yarada bilsəz, daha yaxşısını yaradıb, onun üzərində də işləyə bilərsiniz. Bu Excel faylında saxlamaq olarmı? Olar, ancaq bunu çapa çıxartmaq biraz uzun məsələ olacaq və fayl çox uzun olacaq. Bu versiya
daha qısa və yığcamdır, gördüyünüz kimi.